Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiye ba'de. 6. hadiste inşallah. An Abi Abdullah en-Nu'man ibn Beşir radıyallahu anhuma قال سمعت رسول الله صلى الله عليه وسلم يقول Nu'man ibn Beşir'den rivayet olunur ki Resulullah sallallahu aleyhi ve sellem belə dediğini işittim. İnnel halal beyin ve innel harame beyin. Həqiqətən halal da bəllidir, haram da bəllidir. Və beynəhumə müştebihatun la ya'lemuhunne kefirun minen nas. Onların arasında yani halal veya haramlığı belli olmayan şüpheli şeyler vardır ki birçok insanlar bunu bilmezler. Femen ittaka eşşübehat istebra'a lidinihi ve irdihi. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Və mən vaqa'a fi şübhət və vaqa'a fil haram. Və deyir ki, kim ki şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar. Sonra misal çəkir Rasulullah sallallahu aleyhi ve sellem. Kərra'i yar'a havləl himə yuşiku ən yarta'a fihi. Deyir ki, sanki onun halı qoruğun ətrafında sürüsünü otaran çobana bənzəyir ki, az qala qoruğa girsin. Yəni sürü qoruğa girsin. Və devam olarak Ələ və inne li kulli məlikin himən. Ələ və inne himəllahi məharimuhu. Və deyir ki, bilin ki, hər bir hökümdarın qoruğu vardır. Yəni qadağan etdiyi bir ərazisi vardır. Allahın qoruğu isə onun qoyduğu haramlardır, qadağalardır. Yəni bunun ətrafında olan şübhəli şeylərə yaxınlaşmayın. Və davam edirik. Ələ və innə fil cəsədi mudğatan. İzə salahət salahəl cəsədu kulluhu. Və deyir, yenə bilin ki, bədəndə bir ət parçası vardır. Əgər o sağlam olarsa, yəni salih olarsa, bütün bədən də sağlam olar. Və izə fəsədəl cəsəd kulluhu. Və əgər deyir, əgər o fəsada uğrayarsa, bütün bədən də fəsada uğrayar. Ələ və hiyə əl-qalb. Diqqət eləyin, bilin ki, yəni o ət parçası qəlbdir. Burada şübhəli şeylərə düşməkdə, necə ki, Şeyx İbn Hüseyin Rəhməllah deyir ki, bəzən insanların, yəni onların deyir, elmlərinin və ya fəhmlərinin, yəni başa düşməklərinin azlığıdır, yaxud da kifayət qədər məlumatlı olmadıqlarından irəli gələ bilir. Yəni bu şübhəyə düşür. Və misal olaraq siqareti misal gətirir ki, yəni ilk vaxtlar, deyək ki, 1900-cü illər bu vaxtlarda tam siqaretə haram, alimlər haram deyə bilmirdi. Amma çəkindirirdilər ki, bunun elə də bir xeyri yoxdur. Amma tibb sübut etdikdən sonra, tibbdə öz təsdiqini tapdıqdan sonra ki, bu insana ziyandır, 100% və ondan sonra alimlər onu haram hökmü verdilər.
Yəni artıq bütün elmi məsələ bəlli oldu, açıq-aydın bəlli oldu. Haram hökmünü verdi. Və indi bəziləri deyir ki, yox, açıq-aydın nə bilim, hədisdə gəlsin, neynəsin, ən azından şübhəlidir. Ən azından şübhəlidir və hədisdə də gördük ki, şübhəli şeydən uzaq durmaq lazımdır ki, harama düşməsin. Hətta yəni tutaq ki, sən özünü belə avam yerinə qoyursan, görməməzlikdən gəlirsən, amma heç olmasa bu hədis var ki, yəni şübhəli şeylərdən uzaqdır. Amma yenə də deyirik ki, alimlər nədir? Haram hökmünü verdilər. Sonra baxaq hədisdəki bəzi faydalara. Deməli, hədisdən işlərin üç qismə bölündüyünü gördük. Açıq-aydın bəyan edilmiş halal, sonra bəyan edilmiş haram və şübhəli olanlar. Sonra şübhə olmasına məsələni dedik ki, yəni elmin azlığı, fəhmin azlığı, dərindən araşdırmamaq. Bir də alimlər deyir ki, pis məqsədli olmaq. Pis məqsədli olmaq, bu da nədir? Şübhəyə ən böyük səbəbdir. Sonra faydalardan götürdük ki, şübhələrə düşən harama müdaxilə etmiş olacaq. Növbəti fayda Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin gözəl təlimi. Yəni çoban və qoruq, hökmdar, yəni bu cür üslublarla misal çəkərək nədir? Sahabələri, müsəlmanları öyrətməsi. Sonra faydalardan harama aparacaq istənilən bir səbəbin qapısını bağlamaq. Sonra buradan fayda kimi alimlər qeyd edir ki, yəni qorumaq yəni hökmdarların bir adətidir. Necə ki deyir ki, bilin ki, hər bir hökmdarın qoruğu vardır. Sonra faydalardan sağlam olmağın və ya fəsada uğramağın mərkəzində nə dayanır? Qəlbin dayanması. Və ona görə alimlər deyir ki, elə isə qəlbini şirkdən, bidətdən, müsəlmanlara bəslənən kindən, küdurətdən və digər şəriətə zidd əxlaq və əqidə çirkinliyindən təmizlə. Nədir? Alimlər deyir ki, şübhəsiz ki, qəlb əsasdır. Bəzən deyirlər, qəlbim təmizdir. Qəlb nə vaxt təmiz olur? Birinci, Allaha aid olan məsələlər var. Yəni, şirk, bidət, küfürlər, ibadətlərin yerinə yetirilməsi. Yəni, birinci budur. Sonra da insanlara aid olan məsələlər var ki, o kin, küdurət, nə bilim, deyir ki, kiməsə toyğuna daş atmamışam, neyləməmişam. Bu, insanlara aid olan, insanlar arasında olan müamilələrdən söhbətdir. Nədənsə həmişə bunu qeyd edirlər. Bəs Allahla sən aranda olan müamilə var. Sənin boynunda bir öhdəlik var. İnsanlarla sənin aranda olan öhdəliki başa düşdük. Yaxşı adamsın. Amma Rəbbinlə sənin aranda olan sənin boynunda bir öhdəlik var. O da la ilahe illallah Muhammed Resulullah'ı deyib yaşamaq, namazı qılmaq və orucu tutmaq, imkanlısansa zəkatı vermək və imkan varsa ömründə bir dəfə həccə getmək. Yəni bunları eləməsən, yalnız qurban olum Allaha demək, deməli qəlb nədir? Bu söz qədər təmizdir. Allah haqqında bu söz qədər təmizdir. Gör indi o qəlb nə gündədir. Çünki qəlbin təmizliyinin çoxluğu nədə biruzə verəcək? Əməllərdə zahir olacaq. Əməllərdə biruzə verəcək. Sonra faydalardan insanların çoxunun nəsə danışmağı sizi aldatmasın. Çünki deyir ki,
insanların çoxusu bunu bilməzlər. Deməli, cahilliyin, cahil insanların çox olması. Yəni, faydasını götürürük burada. Yaxşı, inşallah indi hədisin təhlilinə baxaq. Burada qardaşlar 6-cı hədisdə bizim bu təhlilinə baxdığımız kitabda, e'rabına baxdığımız kitabda mətndə belə problemlər var. Yəni görürsüz. Bunu inşallah kitab əgər PDF-in çap eləmişsinizsə, bunu inşallah bir dənə düzəldərsiniz. Yaxşı, inşallah buranı özünüz, bu hissəni özünüz oxuyarsınız. Gəlin başlayaq buradan. Deməli, innə hərf-i tövkidin və nasbin, tövkid və nasb edici hərfdir. Əl-halal ismuhə, yəni hə qayıdır innəyə, yəni ismu innə. Mənsubun və aləmətun nasbihi əl-fəthə. Sonra beyyin, yəni burada olmalıydı bu söz, belə səhv düşüb, xətalı düşüb. Xəbəru innədir. Mərfuun aləmətü rəfhi əd-dammə. Sonra innə əl-haramə beyyin, yəni vavla orada və innəl haramə beyyin. Əl-vav hərf-i atıfdır. Və mə bə'dəl hərf, hərfdən sonraki o cümlə ki var idi. Burada yəqin ki, yoğrabı olar. Yoğrabı kəmə səbəb. Ki, yəni o cümlə innəl hələl kimi yerab olunur. Sonra gəlir və beynəhumə umurun sözü ki var idi. Və beynəhumə əl-vav hərf-i atfın beynəhumə beynə zarf məkəndir, mənsubun alər zarfiyyə və huvə mütəalliqun biməxsufi xəbərin müqəddəm. Məxsufi xəbərin müqəddəmin. Umur mübtədə müəxxardır. Müştəbihət sifətun li umurin. Umurun sifətidir. Mərfuatun və aləmətü rəfihi dammə. Sonra lə ya'lamuhunnə kəthirun minən-nəs. Lə nafiyə, ya'lamu fi'l mudari'un merfu'un və aləmətü rəfihi əd-dammə. Vəl-hə damirun muttasilun məbniyun aləd-dammi fi məhəlli nasbin məf'ulun bihi müqəddəm. Yəni önə keçib. Kəthirun nədən önə keçib? Ki bu hər ki var burada öz failindən, faili hansıdır burada? Bu ya'lamunun failidir. Yəni failindən önə keçib. O da niyə önə keçib? Çünki birləşən müttasil olduğuna görə vacibdir ki, önə keçsin. Deməli, kəthirun fəilun mərfu'un və aləmətü rəfihi əd-dammə. Minən-nəs. Min hərfu cərrin, ən-nəs ismun, bu isimdir, yəni tərcəməmizdə. Məcrurun və aləmətü cərrihi əl-kəsrə. Vəl-cümlətu, hansı cümlə? Lə ya'lamuhunnə cümləsi və bu cümlə fi məhəlli rəf. Niyə? Sifətun lil-umurdur. Ki, umur ki gəldi, yəni və beynəhumə umurun müştəbihətun lə ya'lamuhunnə. Deməli, umurun, baxaq burada, baxın qardaşlar, burada bu çapda indi umur düşmüyor, Əslində burada umur sözü olmalıdır. Və beynəhumə umurun müştəbihətun. Həmin umur sözünün, güya ki burada var, sözünün bir sifəti müştəbihətdir, və müştəbihət. İkinci sifəti lə ya'lamuhunnə cümləsidir. Çünki demişdik ki, nəkiradan sonra feili və ya ismi cümlə gələrsə, həmin nəkiranın sifətidir. Aydındır? Yəni onu deyir ki, lə ya'lamuhunnə fi məhəlli rəfdir, yəni umur sözünün
sifətidir. Bu çapdan-çapa belə qardaşlar fərqlər olur. Ona görə bunu normal qarşılayaq. Yaxşı. Sonra hədisdə nə gəlir? Fəmən ittəqa əşşübəhəti istəbraə fəqad istəbraə lidinihi və irdihi. Deməli, əlfə istinafiyədir. Sonra mən burada ismu şərtdir, cəzimdir, cəzm edicidir. Məbniyun alə sukun fi məhəllə rafin mübtədaun vəl cümlətu bə'dahu. Ondan sonraki cümlələr var. Nədir? Xəbər ittəqa. İttəqanın bu ittəqanın neymiş? Xəbəriymiş. Bunun altını çıxartıq şeydən. Fi'l məbniyun sonra ittəqa fi'l məbniyun alə fəthi el-muqaddar mən'a min zuhuriha ta'azzur və huve fi məhəlli cəzm. Niyə? Çünki güya ki məndən sonra müdarif el gəlsə necə olardı? Fəmən ya'məlli olardı da. Sadəcə müdarif eli yox. Madi gəlibsə bu cəzm edicinin yerində. Çünki ədad şərtlər cəzm eləyə bilir deyənə. O məczumun yerində gəldiyinə görə özü də fi məhəlli cəzm nədir sayılır. Fi məhəlli cəzm fi'lu şərt vəl fa'il mustatirun cavazın təqdiruhu huva. Həmçində nədir? Şərt feilidir və faili də yəni huva gizlənib. Sonra əşşübəhət məfulun bihidir. Əşşübəhəti burada ti olur. Məfulun bihidir. Mənsubun və aləmətun nasbı əl-kəsra. Niyə? Lənnəhu cəmu müənnəs səlim. Cəmu müənnəs səlim. Sonra fəqad əlfə vaqi'a fi cavabı şərt. Çünki cavabı şərtin nədir? Həmişə fəsi olur. Fəsi olur. Bu həmişə deyəndə ki, fənin iştirakı vücub var və fənin iştirakının olmaması var. Bunu inşallah yəni kim unudubsa o dərslərə baxar. Cavab şərtin haçan fənlə gəlir, haçan fəsiz gəlir. Deməli, misal üçün də fənlə gələn yerlərdə qadla başlayarsa, sonra ismi cümlə ilə başlayarsa, misal üçün fəhuva, yəni bu cür belə qaydalar var. Yaxşı, harada qaldıq? Qad hərf-ü təhqiqdir, yəni həqiqətən iş baş verir. Qadın mənalarından biri, birinci mənası var. Sonra istəbraə. استبرأ فعل ماض مبني على الفتح مبني على الفتح الظاهر في محل جزم جواب الشرط şartın cevabıdır. Sonra lidinihi ve irdihi ellam harfu cer. Din ismu mecrur ve alametul cerhi el kesra. Ve huve mudafun. Vel ha damirun muttasilun mebniyun alel kesri fi mahalli cer bil idafe. Yani bunu bir. Gayrıdığı el-vav harfi atıftır. Sonra وَمَنْ وَقَعَ فِي الشُّبُهَاتِ وَقَعَ فِي الْحَرَامِ. El-vav istinafiye min edat-ı şart. Bu mən olacaq. Mən bu mütəzid olmalıdır. Güya ki edat-ı şartı cəzimədir. Məbniyyətun alə sukun fi məhəllə raf mübtədadır. Vəl cümlətul şərtiyyə isə bə'dəhə. Ondan sonraki bu şərt içində fi məhəllə raf xəbərdir. Xəbər. وقع فعل ماض مبني على الفتح في محل الجزم فعل شرط والفاعل مستتر جوازا تقديره هو في حرف جر الشبهات اسم مجرور وعلامة الجر الكسرة والجار مجرور متعلقان بوقع إلى فقد الفاء واقعة في جواب الشرط قد حرف تحقيق وقع فعل ماض مبني على الفتح في محل الجزم وهو جواب الشرط والفاعل مستتر جوازا تقديره هو في حرف الجر الحرام اسم مجرور وعلامة الجر الكسر والجر مجرور بوقع ثانية. كالراعي
يرعى حول الحمى. الكاف حرف تشبيه وجر. الراعي اسم مجرور وعلامة جره كسرة مقدرة منع من ظهورها الثقل. الثقل يعني آخر bunu üzə çıxarmaq. Sonra يرعى فعل مضارع مرفوع علامة رفعه ضمة مقدرة منع من ظهورها التعذر. والجملة في محل النصب حال. Bunlar hamısı yani cümle e, haldır. Haldı. Sonra havle zarf-ı mekandır. El-hime mudafın ileyh mecrur ve alametü carrihi. Çünkü bu havle mudafısı ve mudaf ileyhdir. Kesret-i mukaddara men'a min zuhure taazur. Sonra yuşiku en yerta'a fihi. يوشك فعل مضارع مرفوع علامة رفعه الضمة الظاهرة على آخره وهو من أفعال المقاربة. Bilirsiniz əfəl müqaribə. Yəni az qaldı mənasında olan feillər. Ya'malu amele kana yarfa'ul mübteda ve yansıbul habara ve ismuha mustatirun cevazen takdiruhu huwa. Yəni kana əməli kimi öz funksiyaları var. Sonra en tansibul fiil mudari yarta'a fi'lu مضارع وفاعله مستتر جوازا تقديره هو. والجملة في محل النصب نصب خبر يوشك. Yani Yuşak'ın haberidir. Çünkü Kənan işin görür də. Kənan necə ki xəbərin nasib olduğu kimi Yuşak'ın da xəbəri Avşakı Yuşak yani onun da xəbəri nasib olur. فيه في حرف الجر الها ضمير متصل مبني على الكسر في محل الجر والجر مجرور متعلقا بيرتعى. يرتعى ile mutaalliqdir. Sonra ələ və innə likulli məlikin himən. Ələ ədətu tənbih. Tənbih ədətıdır. Əl-vav zaidə lit-tevkid. İnnə harfu tevkid və nasb. Əl-lam harfu cer. كل اسم كل يعني اسم مجرور وعلامة الجر هي الكسر وهو مضاف والجر مجرور متعلقان بمحذوف خبر. خبر إن مقدم yani düşün. Sonra malik mudafun ileyhi mecrur ve alametül cerhi el kesra. Himen ismu inne muakhar mansubun ve alametü nasbihi fethatun mukaddaratun men'a min zuhuriha et-teazzur. Yani deməkdir ki, innənin xəbəri önə keçir. Yəni bu xəbərdir, bu işarədir. Nədir? Bu da mübtədasıdır. İsmidir də. İsmu innə xəbər önə keçir. Demişdik də nə vaxt önə keçir? Yəni şibhi cümlədirsə və ismi də nəkiradırsa, vücubdur ki, önə keçsin. Yenə də ələ və innə himallahi məharimuhu. Ələ və innə səbəqə irabuha və əhtəsübü irabuha. Himə ismun mənsubun və aləmətun nasbihi fəthətun müqaddara. Mənə min zuhurə təazzür və huvə mudaf. Allahi yəni ləfz-ü cəlalə mudafun ileyhi və məcrurun və aləmətun cərihi əl-kəsrə. Məharimuhu məharimu xəbəri innədir. Ona görə raftadır. Mərfun və aləmətun rafhihi dammə və huvə mudafun. El-hə damir muttasilun. Bu yəni ayrıdır. Məbnin aləl dammi fi məhəlli cər bil-idafə. Fi məhəlli cər bil-idafə dedik bunu. Sonra ələ və innə fil cəsədi mudğatan. Mudğatan ələ və innə səbəq irabuha fil cəsəd fi harfu cər. El-cəsəd ismu məcrurun və aləmətul cərrihi el-kəsrə vəl-cər məcrur mütəalliqani bi-məxsufi xəbəri innə. İnnənin xəbəri, düşmüş xəbəri, innənin düşən xəbəri ilə mütəalliqdir. Çünki innənin xəbəri hansıdır? Bax burada fil cəsəd mudğata onun ismidir. Bir xətt çəkəndə yəni mübtədası olur. Burada da xəbər nə düşüb? Kəin zatda dedik ki, yəni şibhi cümlədən əvvəl sanki kəin var orada. Həmin bu cər məcrur mütəalliqdir. O düşən buradakı güya ki kəin.
Yaxşı. Mudğatan ismu innədir. Muaxxardır, yəni axıra keçib nəkir olduğuna görə və xəbərdəki bütünlü olduğuna görə. Mənsubun və aləmətə nasbihi əl-fəthə. Sonra idə salahət, salihə və yaxud da saluhə kimi də oxunur. Əl-cəsədu kulluhu. İdə ədatu şərt qeyru cəzimə, cəzm edən deyil. Və hiyyə zarfun limə yəstəqbilu minəz-zəman. Yəni zamandan gələcəyə demək edir də. Yəni belə olarsa belə olacaq. Yəni burada salihəni keçmiş məna kimi tərcümə edə bilir. Yəni salih oldu, sağlam oldu. Yəni sağlam olacaq. Belə olarsa bu da belə olacaq. Yaxşı qaldıq. Salahət. Fi'lu madin mebniun alel fethi ve ta'u li ta'nisti ve hiye fi'lu şarttı. Yəni şərt bu çünki ədat şərtdirsə bu şərtdir, bu da cavab şərtidir. Sonra saluha və yaxud da salaha fi'lu madin mebni alel fethi ve huve cavabu şart. Ve cümletu fi'lu şart ve cavabuhu fi mahalli cer bil idafe li iza. Yəni bildiyimiz kimi bu idə mudafdır, ondan sonra işlər mudafın ileyhdir. Umumən. Ki ona görə deyir ki, fi məhəllə cərdir. Sonra əl-cəsəd fəilun. Fəilun nəyin fəilidir bu? Yəni salihənin və ya salihənin. Mərfuun. Və aləmət rafini dammə. Sonra kullu təvkidun mənaviyyun. Niyə u oldu? Damməli. Çünki özündən əvvəlki muakkədi rafdadırsa, bu da rafd olur da. Mənəvidir. Demişdik də, var ləfsi, tövkid var mənəvi. Ləfsi nədir? Bir şeyi 2 dəfə təkrarlayırsan. Deyirsən ki, əntə, əntə. Amma mənəvi hansılarda kulludur, aynuhu, nəfsuhu, yəni bu cür sözlərdən istifadə edərək tövkid etsən, bu mənəvi tövkiddir. Və damir muttasil məbniyun, yəni buradakı deyir, damir muttasil məbniyun alə dammi fi məhəlli cərim mudafun ileyhi. Yəni özü mudafun ileyhi, yəni həmin damir baxdır. Vəl cümlətul şartiyyə və mə bə'dəhə fi məhəlli cər bi idafə izə ileyhə. Yəni o cümlənin hamısı dediyimiz kimi bu izəyə görə müdaxilə edir. Sonra və idə fəsədət, fəsədə əl-cəsədu kullu. Əl-vav harfu atf vəl cümlətul şartiyyə tuğrab səbiqətə. Yəni öndə keçdi bunun oxşarı. Sonra ələ və hiyyə əl-qalb. Ələ ədətü tənbihdir. Əl-vav li-tevkid üçündür. Hiyyə damir munfasilun məbniun aləl-fəthi fi məhəlli raf'in mübtədadır. Bu altına bir fərq. Əl-qalb xəbəru mərfu və ələmətü raf'i ad-dammə. Bu isə xəbərdir. Deyə bilərsiniz ki, axı hər ikisi niyə mərifə oldu? Çünki bu mərifə biri nəkir olmalı idi. Demişdik ki, mərifə ola bilər məsələnin bəlağətinə görə, yəni şiddətliyin bildirilməyinə görə. Yəni bu cür ola bilir. Sonra bitti deyəsən arkadaşlar. Subhanəkallahumma bihamdik, əşhədu an la ilahe illə ente, estəğfiruke və etûbü ileyk.